Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Həmişə olduğu kimi yeni bir mənzillə sizin qarşınızdayım. Yeni təmirlidir, bax bu gördüyünüz əşyalar da hamısı qiymətə daxildir. Yeni binada yerləşir. Dediyim kimi təmirdən də sonra yaşayış olmayıb. İndi mən mənzildə olan hər şeyi sizin həmişə olduğu kimi nəzərinizə çatdıracağım. Başlayırıq həmişə olduğu kimi vaxt itirmədən mənzilin giriş hissəsinə. Bura giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə gördüyünüz şkafımız yığılıb. İçərisi də kifayət qədər genişdir. Burada əyləşmək üçün paltarlar asmaq üçün də hamısı nəzərə alınıb. Şkaflarımız da var. Yuxarı hissədə eyni ilə. Döşəmə qranitli isti döşəmə ilə tərcih olunub. İşıqlandırmada belə bura işıqlardan, spotlardan istifadə olunub. Üzbəüz burada güzgümüz yerləşdirilib. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin yataq otağıdır. Sanitar qovşaq, ikinci yataq otağı. Buranı da artıq gördünüz, mənzilin qonaq otağıdır. Nəzərə çatdırın ki, mənzil 2 otaqdan 3 otağa mətbəx studiya şəklində dizayn edilərək təmir olunub. Yəni 2 otaqdan 3 otağa düzəlmədir. Yəni ölçüsü də kifayət qədər genişdir. Yəqin ki, hiss edirsiniz qonaq otağının ölçüsünü. Mətbəx mebeli bu hissədə yığılıb. Sağ və sol hissələrdə şkaflar var. Bunları da göstərim. Yəni tam olaraq təsəvvürünüz yaransın. Yəni bu hissələr də yuxarı hissədə şkafdır. Üstü mərmərdir. Bu hissədə qaz peçi, aspirator. Bunlar da qoyulub hazırdır. Yəni əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə belə bir adamımız da var. 6 nəfərlik masa yerləşdirilib. TV-sin bu hissədə yığılıb. Sol və aşağı hissəsi bu hissələri şkafdır. TV internet çıxış burada nəzərə alınıb. Divan, jurnalli, təmirə uyğun şəkillər. Lüstr, spot, yəni mənzil hazır mənzildir. Sadəcə bəzi əşyaları, texnikanı yerləşdirib yaşamaq qalır. Gəlin mən sizə göstərim digər otaqları. Bura mənzilin birinci yataq otağıdır. Burada eyni ilə girişdə olduğu kimi isti döşəmədir. Buradan mənzilin eyvanına da çıxış var. Qapalı eyvanıdır. Yəni cam balkon ilə yığılıb. İstilik sistemi kombidir. Aparat da yerləşdirilib hazır vəziyyətdədir. Və burada da yenə işıqlandırmada lüstr spot istifadə olunub. Gəlin mən sizə buradan göstərim. Mənzilin sanitar qovşağını bayaq dedim. Girişdən gəldikdə sağda yerləşir. İçərisi də kifayət qədər genişdir. Unitaz, moydadır. Sağ tərəfdə duş kabinimiz yığılıb. Gözəl, maraqlı teksturalda qranitlər seçilir. Bura isə mənzilin əsas yataq otağıdır. Burada yerləşməni nəzərdə çatdırın. Bu hissə taxtın yeri bu tərəfdə nəzərə alınıb. TV, internet çıxışda üzbəüz. Tavan hissəni ümumi olaraq göstərək. Və buradan da mənzilin növbəti eyvanına çıxış var. Eyvan bağlanılıb. Yəni balaca bir otaq yaranıb. Burada istəyinizə uyğun istifadə edə bilərsiniz. Yəni balkon, mənzildə ümumilikdə 2 eyvan var. Belə mən mənzildə deyim olar, hər bir şey sizin nəzərinizə çatdırdım. Məlumatları deyim, yerləşir Həzassonovda. Həzassonov metrosuna piyada 7-8 dəqiqəlik maksimum məsafədədir. Yeni tikili yaşayış kompleksində yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 96 kvadratdır. 3-cü mərtəbədə yerləşir. Sənədlər qaydasındadır. Çıxarış, yəni kupcazda var. İpotekası təsdiq olunmuş müştərilər də müraciət edə bilərlər. Gördüyünüz şəkildə satılır və mənzilin start olaraq qiyməti 225 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.